Salam arz edirəm hər tək və təkizə. Xoş gördük dostları. 2025-ci ilin 2-ci ayının 13-cü günü və 1403 Günəş ilinin Bəhmən ayının 25-ci günü Saidi gecəsi başlığı altında el biliminin yerində xidmətinizdə olacağıq. Bugün danışıqlarımız necə ki posterlərdə görübsüz, bəlkə 4 saata qədər çəkə və bu istəmişik bu video tezliklə YouTube-a yüklənəcəkdir və necə özünüz bilirsiniz, Saidi ola, Bərahəni ola, onlar iki benoyi farsça yazıblar və amma Azərbaycanlıdırlar, çox tər bəha verilməyibdir. Biz baxsaq, Saidi bir nəfərdir ki, nümayişnamələri, filmnamələri, dastanda, yəni çox təsirgüzar nəfərdir Fars ədəbiyyatında. Amma təəssüflə görürük və görəcəyik da bundan sonra da çırpılır müxtəlif teyflər tərəfindən, pəhləvicilər tərəfindən, o tərəfdən, bu tərəfdən və bu bir dənə vaqiyyətdir. Bizim danışıq aparanlarımız unvanların qabaqcadan almışıq. Mən bunu deyim, hər kəs eləyə bilsə, gələn ilin 1-ci ayına qədər biz bir kitab kimi bunu çıxardacağıq, həm burada danışılan sözlərin təkmili olaraq və həm bir tədad müsahibələrdir, çap olunmamış müsahibələr, yayılmamış müsahibələr və bir tədad məqalələrdir ki, bir kitab formasında çap olacaqdır. O dostlar ki, eləyə bilərlər və özlərində o gücü görürlər ya bir nəfərləri tanıyırlar, bizim sözümüzü onlara çatdırsınlar. Bu işi başlayan Cənab-ı Arəş Sahi Məhəmməd Siyaməkniya, yəni WhatsApp təriqi ilə də, e-mail təriqi ilə də, xülasə o irtibati ilgiləri çatdıracaq qulluğunuza. Və əvvəldə də tün sonra mən danışıqları tez-tez ardıcıl çağıracağım ki, vaxt olmasın. Təşəkkür edirəm. Nəvid Məhəmməddən və Ay Mühəndis Sərrafıdan ki, bu yeri ixtiyarımızda qoydular və ürək açıqlığıyla dedilər, hər nə imkanatımız vardı, sizin xidmətinizdədir, çox təşəkkür edirik. Nə yaxşı ki, vardılar, nə təhbu cələsədə, bütün cələsələrdə, necə ki, özünüz bilirsiniz, həftədə burada neçə dənə cələsə gəlir, gedir. Çox sağ olsunlar. Ondan sonra mən təşəkkür edəcəm posterimizin tərrahından Məhyar bəydən ki, lütf eləyiblər. Həm bənerin tərrahısında, həm posterin tərrahısında və bütün tərrahlarda və necə ki bilirik, Məhyar o nəfərlərdəndir ki, elə zəh vuranda deyəndə ki, bu türküdür, deyir, ya lap ucuz qiymətinə və ya heç pul almadan bu işləri görür. Təşəkkür edirik və Ay Şəhzad Qoreyşi video imkanlarını qoyubdur, dürbünləri, payələri və Ay Zunuzu ki, lütf eləyiblər bu günləmə bu mərasimin video çəkilişinin zəhməti onun boynundadır. Təşəkkür edirəm. Bütün qonaqlar ki, burada gəliblər, lütf eləyiblər, onlardan da təşəkkür edirəm. Lütfən telefonlarınızı vibraya səssizliğə qoyun üçün istəmirik bu ceydəyə zəngi də açıldı ya və o əldən təşrif apara bilərsiniz, eşikdə danışarsınız. Amma oradan ki imkan da var, telefona cavab verməyək. Xoş, mən sözü uzatmadan dəvət edəcəyim birinci danışanımız Cənab-ı Əkbər Şəriət. Sizin təşviqlərinizlə çağırıram. Bura Gövhər-Murad ma və Vahid-Nihal binamı nişan anha danışığının başlığıdır. Salam ərz edirəm. Vaqiyyət mən cürsünə bir cəmdə ki, mənimdən ağır bir cəmdə gəlib havada bulasam, mən sıxarlanlıq eləyə bilmərəm. Çünki biraz biyədəf və yaman bərbər bir xanıvadədə böyümüşəm.
معمولا دوستların içində danışanda Allah ədəbi çox riayət eləmərəm. İstədim suxanqanlıq edeyim, amma gördüm ki, əgər türkü dilində istəsəm məmurda bir işlə danışam, mümkün eləəm nədə yaxşıdır, üçün barıya göyə danışıram, səs gəlməsə yaxşıdır. Mən çox müzahimə olmuram, ama bir dənə də məzirət istəyirəm, əgər mən əvvəl adam bir işlə burada danışıram, bir xatirə budur ki, biraz partibazlıq elədim, sahədən xavaş elədim ki, mən klasım vardı, elə əvvəl adam imkanı olsa, ya əvvəl zirvə işlə sıralarda olun və lütf elədilər, bu icazə verdilər mənə. گوهرمراد و واهمه های بینام و نشان. مدت پیش خبری به شوخی یا جدی پخش شد مبنی بر اینکه یکی از زمین تخت گرایان معروف بالاخره قبول کرد که زمین کروی است. ولی چه فایده؟ اگر زمین تخت گرایی در جهان دارد رخت برمی‌بندد، اینجا در این جغرافیا انسان تخت گرایی با شدت و حدتی عجیب در حال سر برآوردن است. اصطلاح انسان تختگرایی شاید به نظر مضحک باشد، با این حال امروزه یکی از باورهای رایج است و روز به روز هم دایره باورمندانش بزرگ و بزرگتر می شود و عجیب این که چه بسا بسیاری از باورمندان به انسان تختگرایی از این باورشان بیخبر باشند. انسان تختگرایی یعنی چه؟ انسان تختگرایی و غرض‌ورزی مرزی به باریکی یک تار مو دارند. غرض‌ورزی با کینه آمیخته است و همین کینه باعث می شود شخص حقایق مشهود را قبول نکند، ولی انسان تختگرایی با جهل و کوته فکری و حتی تنبلی نسبت دارد. انسان تختگرایی یعنی چه؟ وقتی کسی را به صرف دوست داشتن ساعدی چپ بدانیم، یعنی ما انسان تختگرا هستیم. وقتی به صرف نقد پهلوی های سابق و حاضر این و آن را به چپ یا تجزیه طلب بودن متهم می کنیم، ما انسان تختگرا هستیم. وقتی کسی را فقط به خاطر علاقهش به زبان مادری پان می نامیم، ما انسان تختگرا هستیم. وقتی کسی را حتی به صرف داشتن خاطرات خوش از دوران پهلوی سلطنت طلب می دانیم، انسان تختگرا هستیم. و اساساً وقتی کسی انسانی را تقلیل می دهیم به یک خصوصیت، به یک صفت، به یک بعد شخصیتی، به هر آن چیزی که نافی وجوه گسترده روح انسان است، ما انسان تختگرایی هستیم در زمانه قیل و قال انسان تختگرایان. این نوشته قصد دفاع تمام و کمال از ساعدی را ندارد، فقط در پی کالبد شکافی برخی ادعاها و اتهامها و بعد تحلیل چرایی واهمه های بینام و نشان کسانی است که نه از ساعدی بلکه از آنچه میراث او میدانند میترسد و به خاطر همین ترس لرز بر جانشان افتاده است. چند وقتی هست که نام و نشان ساعدی آماج حملات برخی افراد با نام و نشان و حتی بی نام و نشان شده است. پیش از اینها هم ساعدی را کسانی از طیف‌های گوناگون به طرق گوناگون می نواختند و اساساً ساعدی همیشه تحت حمله بوده است و حالا می‌خواهد این حملات از جانب ساواک باشد یا از سوی کسانی که به هر دلیل با ربط و بی ربطی با اندیشه او سر سازگاری نداشتند. منهای برخی مخالفان اغلب این حملات در یک راستا بودند، حذف نام و نشان ساعدی. اگر یکی تلاش داشت با زندان و تبعید و حتی شاید اعدامش از دست او خلاص شود، دیگری می‌خواهد با حذف نام او از حوزه فرهنگ و هنر و تاریخ به مقصود رسد. این گروه دوم در دادگاه‌های بی صحنی که خبری از وکیل مدافع نیست نشسته بر جایگاه قضاوت اتهاماتی به او نسبت دادند و می‌دهند و با چکش عدالتشان بی آنکه حق دفاع بدهند بر سر ساعدی کوبیدند و می‌کوبند. این یکی ساعدی را بابت آنچه در دوران جوانی به محبوبش نوشته زنستیز خوانده، آن یکی او را با استناد به حرف‌های یکی از رؤسای ساواک دروغگو و بیمار جنسی دانسته، یکی او را به دلیل همراهی فکریش با فداییان تروریست خوانده و دیگری او را مسئول سقوط شاه و وقوع انقلاب و در نهایت مسئول وضع موجود می‌داند. پس هر کدام بر حسب مراد دل
مراد دل خود ساعدی را در یک کلمه و گاه در یک جمله خلاصه می کند. این کار یا نتیجه غرض ورزی است یا چنانچه آمد مصداق باوری مبنی بر انسان تختگرایی. از این اتهامات 3 مورد را زیر ذره‌بین بردم تا بگویم چرا اگر غرض ورزی نباشند از مصادیق انسان تختگرایی هستند. یکم، بیایید قبول کنیم آن جمله درس نخوان و کلا نامه 6 ساعدی به محبوبش مصداق زنستیزی است. بیایید قبول کنیم هر جا ساعدی محبوبش را به مرگ تهدید کرده کار درستی نکرده که اگر قبول نکنیم ما هم دچار همان درد انسان تختگرایی میشویم. ولی اگر کسی مجموعه نامه‌های ساعدی را به 1-2 نامه او تقلیل دهد، اگر کسی گفته یا نوشته ساعدی 26 ساله را به تمام زندگی او تسری دهد و چشم ببندد بر کلیت هستی او، اگر کسی جمله درس نخوان را در یکی از نامه‌ها ببیند و چشم ببندد در جمله تو خیلی چیزها یاد خواهی گرفت، کتاب‌ها خواهی خواند، زیرا برای مجاهدت در راهی که پیش گرفته ایم بیش از همه دانایی لازم است. این جمله هم دقیقاً توی همون کتاب نامه‌های ساعدی اومده. اگر نبیند که ساعدی جا به جا خبر خرید کتاب و فرستادنشان را به محبوب می‌دهد، یا مغرض است یا انسان تختگرا. در نامه سال 32 ساعدی التماس می کند به محبوبش که درس نخواند و در سالهای بعد او را به خواندن دعوت می کند. چطور می شود این تناقض را توضیح داد جز اینکه انسانها و به تبع آن ساعدی موجوداتی تخت نیستند بلکه در مسیر زندگیشان تغییر و تحول می یابند. دوم، آقای ثابتی از رؤسای ساواک خاطری از ساعدی نقل می کند و برخی با استناد به این خاطره ساعدی را ترسو و منحرف جنسی دانستند. در این مصاحبه ثابتی ادعا می کند که ساعدی خبر جعلی دستگیریش را به لوموند فرستاده و بعد آنها برای اینکه از ماجرا سر در بیاورند تلفن مطب ساعدی را شنود کردند. اولین نکته جالب در مورد حرفهای ثابتی این است که میگوید تلفن ساعدی را شنود کردند و بعد ادعا میکند که صدای هماغوشی ساعدی با همسر یکی از دوستان ساعدی را هم شنیدند. من البته در مورد ابزارآلات جاسوسی اطلاعی ندارم، ولی کاش آنها که به حرفهای ثابتی استناد میکنند توضیح دهند که با شنود تلفن چطور میتوان صدای هماغوشی 2 نفر را هم شنید. دومین نکته در مورد خاطره ثابتی این است که میگوید به ساعدی گفتند بیاید به ساواک و ساعدی آمده و طوری ترسیده بوده که برایش نوشابه آوردند که سکته نکند. عجیب نیست که ساعدی با این حجم از ترسو بودن و تازه در حالی که میداند حالا زیر نظر ساواک قرار دارد کارهایی انجام میدهد که بالاخره او را راهی زندان میکند. نامه ساعدی از زندان به برادرش با این عنوان که نمیتوانند نعره مرا خفه کنند را چطور توجیه کنید؟ می شود این 2 تناقض را در این خاطره کوتاه ندید؟ بله می شود، به شرط اینکه یا مغرض باشید یا انسان تختگرا. سوم، آنها که نسخه های کامل مصاحبه های ساعدی در پروژه تاریخ شفاهی هاروارد را کامل شنیدند مطمئناً متوجه تفاوت های بنیادین آنها با تکه پاره های بریده شده‌ای که این روزها در فضای مجازی دست به دست می شود هستند. ولی به هر حال به لطف یک تکه کوتاه از مصاحبه ساعدی که در آن به ارتباطش با فداییان و مخصوصا رابطه نزدیکش با جوانکی کم سن و سال که یک کارخانه‌دار را ترور کرده اعتراف می کند، اتهام تروریست بر سینه او چسبانده‌اند. از طرف دیگر وقتی ساعدی خانواده پهلوی ها را با رومانوف‌های روسی مقایسه می کند و آرزوی مرگ آنها را مطرح می سازد با اتهام جنایتکار نواخته می شود. هدف این سطور اسطوره زدایی از کارخانه‌دار مقتول نیست، چرا که او حتی اگر بنا به برخی مدارک کارگرانش را استثمار هم می کرده و با کارگرانی که اعتصاب کرده بودند برخوردی نامناسب داشته و حتی 3 کارگر یکی از کارخانه‌های او توسط نیروهای ژاندارمری کشته شدند، باز ترور یک فرد اقتصادی عملی مذموم است. آنچه هدف این سطور است تعیین نقش ساعدی در این ماجراست.
طبق آنچه ساعدی خودش میگوید او با فداییان ارتباط داشته ولی نوع ارتباطش را نیز تبیین کرده است. چطور می شود بخش اول حرفهای او را تایید کرد و بخش دوم را کنار گذاشت؟ اسلحه برداشتن و نقشه کشیدن برای ترور تفاوت ماهوی دارد با همراهی و همدلی. ساعدی میگوید داستان دوستانش را که عضو این گروه و گروه‌های مشابه بودند مینوشت، نه اینکه در ترورها همراهیشان کرده باشد. میگوید بخشی از درآمدش را به آنها میداد، نه اینکه در پروژه‌های آنها نقشی مستقیم داشته باشد. قیاسی که یکی از سلطنت طلبان میان ساعدی و کارلوس برقرار کرده اساساً قیاسی مع الفارق است. اینکه همدلی ساعدی با گروهی تروریستی را نقد کنیم تفاوت دارد با اینکه او را تروریست بدانیم. این تفاوت مشهود را فقط در دو حالت میتوان ندید، یا باید مغرض بود یا انسان تختگرا. بر همین منوال آرزوی مرگ خانواده پهلوی نیز تفاوت دارد با کشتار آنها. اگر آرزوی مرگ یک یا چند نفر به جنایتکار بودن ختم می شود، بسیاری از انسانها، بسیاری از ما و حتی بسیاری از منتقدان ساعدی جنایتکارند. چند نفر را می شناسید که آرزوی مرگ اینان را نداشته باشند؟ اگر کسی این تفاوت را درک نکند یا غرض‌ورز است یا انسان تختگرا. و اما میراث ساعدی، این میراث چیزی که باعث وحشت شده است، وحشتی که حملاتی گسترده را دامن زده است. اگر آنچه امروز از ساعدی برای من مانده را لیست کنیم به مجموعی بزرگ از نوشته‌ها، چه در قالب داستان و نمایشنامه و فیلمنامه و چه در شکل خط‌نگاری و مقاله و حتی ترجمه می‌رسیم. میراث فیزیکی یا به قول اهل دعوا میراث منقول ساعدی اینها هستند. میماند میراث معنوی ساعدی که همان اندیشه جاری در کتاب‌هایش است. آنان که از ساعدی وحشت دارند از میراث معنوی ساعدی میترسند. اغلب اینان سلطنت طلبان یا همدلان سلطنت طلبی هستند، کسانی که از طرفی ساعدی و امثالهم را به دلیل مخالفتشان با پهلوی ها به براندازی حکومت پهلوی ها محکوم می کنند و او را مسبب وضع موجود می دانند و از طرف دیگر با رویای بازگشت نواده پهلوی ها میراث معنوی ساعدی را مانعی برای استقرار سلطنت دوباره پهلوی ها برآورد می کنند. اما میراث معنوی ساعدی یعنی آنچه در کتاب‌هایش جاری است برای من با آنچه مخالفان او در سر دارند متفاوت است. اگر بخواهم مستقیم و شعاری این میراث را بیان کنم، محتوای عمده کتاب‌های ساعدی تلاش برای تبیین استبداد و مبارزه با آن است. وحشت سلطنت طلبان از میراث ساعدی برمیگردد به تفسیر آنها از زیست ساعدی و مربوط کردن آن به محتوای کتاب‌هایش این در حالی است که میراث ساعدی و کتاب‌هایش از زیست او جدا شدند. به همین دلیل است که آدم‌هایی مثل من میراث ساعدی را نه الزاما مبارزه با سلطنت پهلوی بلکه مبارزه با استبداد می‌دانیم در همه شکل‌های آن. پس سلطنت طلبان و همدلان آنها نباید از این میراث بترسند مگر اینکه گفتن 2 دقیقه وقت داره، مگر اینکه از این میراث بترسند، مگر اینکه سلطنتی را که رویایش را میبافند مصداق استبداد بدانند. اگر حکومت رویایی آنها نسبتی با استبداد ندارد، پس واهمه‌شان از میراث ساعدی چیزی نیست جز واهمه‌ای بی‌نام و نشان. به عنوان نکته آخر، برخی حالا از سر غرض‌ورزی یا از سر باورمندیشان به انسان تختگرایی آثار ساعدی و وزن او در دنیای فرهنگ و هنر را زیر سوال می‌برند. من ستاینده تام و تمام آثار ساعدی نیستم، ولی منکر نقش پررنگ او در تاریخ هنر معاصر هم نمیتوانم باشم. اگر نگاهی به بعد فرهنگی ساعدی بیندازیم، به تمام داستانها و نمایشنامه‌ها و فیلمنامه‌هایش، به ترجمه‌ها و حضور پررنگش در مطبوعات، متوجه می‌شویم وزن ساعدی تا چه اندازه ثقیل است. همین وزن است که باعث شده او در گورستان پرلاشز بخوابد.
پرلاشز فرانسه جای خاصی است. اینطور نیست که هر کسی سر بر زمین گذاشت مرد توی این گورستان دفن شود، مخصوصا اگر مهاجری باشد که فقط 4 سال و حتی کمتر از ورودش به پاریس گذشته باشد. از طرف دیگر وزن ساعدی را میتوان از قبل برخورد غول‌های هنر ایران با او سنجید. غول‌های هنر ایران کیستند؟ بهرام بیضایی در تئاتر. بیضایی همان کسی است که خودش را شاگرد ساعدی می‌داند و در مقابلش سر تعظیم فرود می‌آورد. گلشیری در داستان نویسی. گلشیری همان کسی است که در مقاله درخشان خود جوانمردی در نسل معاصر فارسی داستان‌های ساعدی را متر و معیار داستان نویسی امروز ایران می‌داند. سینما مگر گاه با فیلمنامه‌ای از ساعدی و اقتباسی از داستان خودش اولین فیلمی نیست که سینمای ایران را جهانی کرد و موج نو سینمای ایران را بنیان گذاشت. چطور میتوان درخشش گوهری اینچنین را با توسل به واهمه‌های بی‌نام و نشان پنهان ساخت؟ توی کتیبه‌ای که حالا منسوب هستش به داریوش یکم، ایشون میگن که اهورامزدا این سرزمین را از دشمن و خشکسالی و دروغ در امان بدارد. متاسفانه هیچ کدوم از این دعاها برآورده نشدند. بیایید امیدوار باشیم که خداوند این سرزمین را حداقل از انسان تختگرایی و جهل و کوتاه‌فکری دور بدارد. خیلی ممنون. Çox təşəkkür edirəm Ay Əkbər Şəriətdən danışıqları üçün. Ay Şəriətin bugünləmə klası var idi və demişdilər ki, mən mətni verim, özüm gəlməyim, xahiş elədik gəlsinlər, danışsınlar və sonra geçsinlər. İcazənizlə mən ikinci danışanı çağıracağım bura. Biz bir balaca yadigarı ünvanlı bir tablolar vardı buradakı Xami İmanı zəhmətdən çəkiblər. İkinci danışığı mən icazə verin Nigar xanımı çağırım. Yəni biraz mövzu söhbətimizi dəyişək və bir mütərcimin dilindən, bir nəfər ki Saidini dəfələrlə tərcümə eləyibdi, Bərahəni tərcümə eləyibdi. Sizin təşviqlərinizlə bura çağırıram və istəyirəm ki, Şəriətin belə yadigarısını təqdim edəsinlər. Çox sağ olasınız. Təşəkkür edirəm. Hər vaxtınız işıqlı aydın olsun. Mən də ayrı söz danışmıram, çünki az vaxt veriblər. Mənim də yazım çoxdur və çox görmüşdürdü danışam. Amma danışanda biraz adam mövzudan yayınır, haşiyə gedir və söz uzanır. Ona görə mən yazının üstündən biraz tez-tez oxuyacağım ki, bir cürlüklə yəni sizləri zorlayıram ki, bunu eşidəsiniz. Ona görə tez-tez oxuyacağım bunu. Bəzi yerlərin əlbəttə keçirdə da belə. Həyatımda yaşadığım kabuslarımın mində birini belə yazmamışam. Saidinin bu sözüdür deyibdir. Məqaləmizin adı Bəyəl əzalıları üzərinə incələmə. Mən Bəyəl əzalıları 1372-də və eyni halda topu çevirdim öz ana dilimizə. Amma 1382-də nəhayət bunlar işıq üzü gördülər. Və o zamanda bunları mən yaza, yəni bir qənaətlərə yetişirdim, bir xas bir şeylər görürdüm mən bu yazıda və istirdim bir yaddaşlar götürəm. Məmulən mən elə tənbəl adamam, götürmürdüm, amma həmişə özümü boşlu bilirdim ki, məsələn, Saidi barədə bir şey yazam, onun yazısı barəsində. Saidinin önəmli əsərlərindən biri olan Bəyəl Əzalılar romanı çeşidli təzadlar və qarmaşıqlar içində çabalayan, xəstəliklərə tutulmuş bir toplumu sərgiləməkdədir. 8 nağılı ehtiva edən Bəyəl Əzalılarının baş verən hadisələri oxucunun tanıyıb bildiyi mütəarif təzada cərəyan etməz.
oradakı atmosfer sahibinin xəyal gücü ilə yaranmış atmosferdir. Nağıllarda həm realizmi var, həm təxəyyül gücünün gücü var. Hekayələr bir-birindən ayrı rəvayət edilsələr də, kitabda irəlilədikcə hekayələrin sıx ilişkidə olduğu araya çıxıb roman quruluşunu oluşturur. Hekayələrin məkanı bəlli və personajları eynidir. Kitabda irəlilədikcə onların xüsusiyyətləri və əxlaqi keyfiyyətləri get-gedə oxucuya açılıb aydınlaşır. Və romanın sonunda hər birinin həyatı dəyişmiş olur. Hekayələr unvansızdır və sayı ilə unvanlanır. Məsələn, 1, 2, o cür. Kitabın baş unvanı birbaşa bütün hekayələrin mövzusunu qapsamaqdadır. Çünki hamısında bir çeşid əzadarlıq və yaslılıq var. Daha doğrusu Bəyəl kəndi hər zaman əzadar və yaslar içindədir. İkinci, üçüncü hekayələrdən etibarən personajlar ictimai tiplərə çevrilərək bəllibaşlı karakterə sahib olurlar. Örneğin Kəndxuda ki orada Çatda adı ilə gedir, xeyirsevər və ürək yumuşaq bir şəxsiyyət. İslam isə qayğıçıl, baş bilən, düşünən, bütün müsibətlərin düyününü aça bilən, hamının dərdinə yarayan şəxsiyyətdir. Bu romanda açıqlama və ya tosifat, yəni tosifatından bir roman qalıbına görə daha az, amma diyaloqlar kəskin və qısa-qıssadır. Bundan dolayı tez-tez piyes özəlliklərinə rastlaşırıq. Hekayələr o qədər canlı cəryan edir ki, bəzi yerlərində sanki sən özün də həmin hadisənin bir parçasısan və ya bir tamaşa və ya filmi seyr etməkdəsən. Yazar bəzi karakterlərin hərəkətini bir teatr səhnəsi kimi tamaşaçıya göstərmək istəyir. Bəzən sanki kamera əlində karakterlərin izinə düşmüşcə film çəkir. Əsasən Bəyəl ölüm ürətən, aclıq, qıtlıq və xəstəliklər kəndidir. Hətta Seydavadan ağanın cənazə namazına çağırdıqları Hacı Şeyx də Bəyəldə gəlir ölür. Bütün hekayələrdə muammalı, diskindirən və alışılmadık fəzalarla qarşılaşırıq. Sadə belə bir dünya yaratmaqla camiədə özəlliklə kənd həyatında olan fəlakətləri sərgiləmək istər. Sadə həm bir psixoloq, rəvanşünas doktor kimi insan karakterinin, onun durumu, onun yaşadığı ortam və atmosferin keyfiyyəti, ictimai iqtisadı, qonumu və sonunda bütün bunların birləşməsindən qaynaqlandığını göstərmək istər. Beləliklə, Bəyəl cəmaatının nədən bu qədər xurafəti, anlamaz, təslim və cahil olduğunu öyrənir. Savad adda bir şeyin izi sorağı yoxdur bu kənddə və oxuyazının nə olduğunu belə bir tək bilən yox. İnsanların hamısı ölümcül afətə bürünmüşlər sanki. Birinci hekayədə baş verən olay Kəndxudanın arvadının xəstəliyidir. Yəni Bəyəl üçün xəstəlik belə bir fəlakətdir. Kəndxuda nə edəcəyini bilmir və bunu zülmət bir fəzada kəndin bilicisi kimi tanımlanan İslama sorur. O ölsə mən neyləyim İslam? Oğluma nə deyim? Kitabın daha çox səs salan hekayəsi 4-cü hekayədir. Bu hekayə inək və ya öküz hekayəsi unvanı ilə tanınmaqdadır. Şəhərə fəhləliyə gedən Məşədi Həsənin inəyi bir gün naməlum səbəbdən tövlədə uzanıb ölür. Məşədi Həsən kəndə qayıdır və inəyinin ölümünə dözə bilməyib və qəribə bir metamorfozla, yəni başqalaşımla öz insani varlığını inkar edir. Və artıq mən Məşədi Həsən deyiləm, mən Məşədi Həsənin inəyiyəm deyə öz insan qalıbını qaldıra bilmir. İndi Bəyəl haqqında, Bəyəl çağının kənd həyatı gerçəklərini sərgiləyən dürüst bir örnəkdir. Bütün kəndlərdə olduğu kimi kabuslar içində sürünən Bəyəldə təxminən aşağıda sıraladığımız nəsnələr önəmli yer alır. Məscid, məscid, kəndidən kənar təpə başında yerləşmiş İmamzada,
Bəyəldə adı Nəbiyağadır, o İmamzadanın. Qəbristan, üzərində toyuq ölüləri üzməkdə olan kirli bir göl, şəmail, ələm, kənd kişilərinin vaxtlı-vaxtsız toplaşıb söhbətləşən məscid qabağında bir meydan kimi yer və s. Kitabın hər nağılında kənd həyatının çətin və sarsıdıcı yaşamının bir bucağı təmsilli şəkildə sərgilənir. Bəyən dünyanın hər hansı köşəsində istibdada giriftar olmuş bir ölkədə ola bilər. Dünyanın hər yerində dini cəhalət və yoxsulluq varsa, orada Bəyəl kimi toplumlarda mövcuddur. Bu baxımdan sadə bütün dünya ilə diyaloqa girə bilir və oxucunun düşüncəsini qıcıqlandırır. Sonsuz cəhalətdən dolayı xurafətçilik Bəyəllərin öylə ətinə, qanına işləmiş ki, 6-cı hekayədə Amerikalı məmurlarının çöllərdə buraxılmış bir içi boş dəmir sandığını tutalım, məsələn, trans kimi bir şey və Bəyəllilərin ilk qarşılaşdığı bir teknolojik nəsnə olur. Amerikalıların çöllərdə buraxılmış bir iri içi boş sandığı, dəmir sandığı tapanda kənd əhli özünü molhun bir xətərlə qarşı-qarşıya görür. Beləncə bir nəsnəni tanımadıqları üçün qorxudan bu dəmir parçasına yaxınlaşmaqdan üşünürlər və qorxa-qorxa yaxınlaşıb əllərini o yan bir yanına çəkib, qulaqlarını dayayıb və içindən ağlaşma səsləri duyurlar. Nəhayət, ilk başda çəkindikləri bu mərmuz müqəddəs və uğurlu tapıntı kimi algılayıb, çox çətinliyə qatlaşaraq salam-salavatla İslamın daşqasına çatıb, götürüb daşırlar Bəyəli və çevrəsini cızıqlayıb yeni bir imamzada bərpa edirlər. Sonra da çevrəsində şəxsi dəstəsi tutub, nöhə oxuyub ağlaşırlar. Sadənin bir çox əsərlərində biz hekayələrin hamısı barədə danışmaq istəmiyoruz. Çünki çox vaxt tutar. Bəzilərini buradakı irəlilədikcə danışacaq. Saidinin bir çox əsərlərində təmsil və istarə ünsürü önəmli yer alır. Təmsil və istarədən amma elə istifadə edir ki, təkcə düşünürlər və özəl zümrənin başa aça biləcəyi ləhn və fəza deyil. Məkanlar hamısı tanışdır. Kəndlərin arasında cəryan edən ilişkilər hər kəsə bilinir və tanışdır. Bu romanda fars ədəbiyyatı alanında təxminən ilk olaraq sehirli realizmin izi yer-yer görünməkdədir. Nağılların atmosfer axışı bu izi başarı ilə oxucusuna sindirir. Bu məsələyə Dariuş Aşuri, fars ədəbiyyatçıları Dariuş Aşuri və Əhməd Şamlı da işarə etmişlər. 7-ci hekayədə Bəyəli alt-üst edən digər kabuslardan biri Qırmızı Telin faciəsidir. Hekayənin heç yerində ata-anası və ailəsindən əsla söz edilməyən Qırmızı Tel yeniyetmə bir oğlan uşağıdır. Bəyəldə bir ayaqçı kimi hər kəs onu işlədir əl-ayaq altında. Bir gün heç bilinməyir niyə və nə səbəbdən birdən-birə sonsuz acılığa tutulur. Get-gedə heyvansol içimə düşür. Əsla doymaq bilməyən Qırmızı Tel Bəyəl kimi yoxsul kəndi soğan yer alma, buğda, ot, yonca, yelkökü, qabağına gələn hər yiyəcəyi nə qədər yeyirsə, yenə doymaq bilmir. Qırmızı Telin nağılında yenə sehirci realizmin izini görməkdəyik. Nəhayət kənd əhli Qırmızı Teli doyurmaqdan bezgin hala düşüb, aparıb qonşu kəndilərə ötürürlər. Bir çox kəndlər dolaşdıqdan sonra əməlli başlı heyvanlaşmış Qırmızı Tel yenə gəlib Bəyəldən baş çıxardır. Məşədi Səfərin oğlu Qırmızı Telin başına daş salmaqla onu aradan qaldırır. Hətta ölüsünü belə aparıb çuxurda quyulayırlar. Amma yenə kəndilərdə sürünərək üzə çıxır. Yenə sonunda bu qadabalanın da çarəsini İslam qılır. Məşədi İsmaillə bircə Qırmızı Teli aparıb şəhərə ötürürlər. Qırmızı Tel sonunda şəhərdə əcaib heyvana dönüşmüş şəkildə xiyabanlarda sürünür və fazılablarda həyatına davam edir.
Özlərinə inanmayan, öz ayaqları üstündə duramayan, hər fəlakətin qarşısında təslim boynu əyən bəyənlilər hər çeşid bədbəxtliyə tutulmuş olsalar da, hamısı amma Məşəd ziyarətinə getmiş, bir-birlərini Məşhədi olaraq xitab edirlər. Onlar alın yazısı, qəza qədərə inanır və Qaragün vəziyyətdən çıxmağa çaba göstərmir. Fəlakətlər qarşısında ən böyük təpkiləri isə Nəbiyağıya yeriyib şəm yandırmaq, baydaqları Nəbiyağadan ələmləri. Nəbiyağadan daşıyıb kəndin meydan çevrəsinə düzməkdir. İslam növhə oxuyur, qadınlar oxşama oxşayır, ağlaşır, sıtqaşır, kişilər isə şəxsə gedir, sinə vururlar. Bundan başqa ağıllarına heç bir yolacaq çatmır. Məsələn, 3-cü hekayədə kəndə aclıq düşəndə bəyənlilər gedib Seydavanın dərələrində eşək leşinin təzəsini axtarırlar. Onu da tapıb kəndə gətirdikdə Əbdullah deyir, şükürlər olsun Allaha, əliboş qayıtmadıq hələ. Məşəd baba deyir, ilahi, verdiyinə də şükür, vermədiyinə də şükür. Yenə həmin bu hekayədə Həsənlə Məşdi Cabbar gecə yarısı Xatın-Abada oğurluğa gedəndə qorxunc bir diyaloq oxuyuruq. Həsən deyir, Məşcabbara deyir, neçə quyu istəyirsən? Quyulardan gedirlər, taxıl, hər bir şey axtarmağa. Həsən deyir, neçə quyu istəyirsən? Məşcabbar deyir, nə qədər çox, bir o qədər yaxşı. Həsən deyir, olsun, əlimdən tut, gedək qaranlığa. Əcəba, bəyənlilər qaranlığa uğramaqda bir-birinə yardımcıdırlarmı? Bəyən bir sözlə hər zaman kabuslarla əlbəyaxa vəziyyətdə çabalamaqda və bu çabalayışın sonu ucu yox kimi görünür. Hər zaman həyatını vay günlər içində süründürür və hardasa bir gün günə çıxacağına da heç umud getmir. Mən 2 dəqiqə bitirdim. Bəs bəyənin 2 dəqiqə buyururlar, 2 dəqiqə ki olmaz. Yəni biraz insafsız olsaydı kaş. Çünki o 10 dəqiqədə olmaz. Mən bir Vüqar xanım. 5 dəqiqə məndə. Çox sağ olasınız. Təşəkkür. Çünki hər kəsin artıq vaxtı var. Lütfen apartığın işin intikal edirlər, koyun işin görsün. Çox sağ olun. Bəyəldə qadınlar, yəni bəyəlin qadınları ya duvar dibində toplaşıb dinməz, danışmaq ancaq tamaşaçıdırlar və ya baş gözlərinə döyərək ağlaşmaçı və oxşamaçı. Evlərdə qadınların ağlaşma səsi duvarların arxasından gəlir. Nənə xanım və Fatma nənə romanın gözə dəyən qadın personajlarıdır. Onlar kəndin vay günlərində başqa qadınlarla birlikdə Nəbiyağadan ələmləri daşıyıb gölün çevrəsinə düzürlər. Lazım gələndə kəndin çevrəsinə türbət suyu içiləyirlər. Dua oxuyub bəyəlin çevrəsinə püfləyirlər. Ön sırada Fatma nənə ilə Nənə xanım boyunlarında zəncir, beli bükülü yeriyərək hər birisi çiyninə 2 böyük ələm almışdı. Fatma nənə mərziyə oxuyurdu. Şəhid-i Kərbəlanın başı qəltan olubdu. Qarnı ac camaat da onun səsinə səs verirlər. Ətşan şəhid, məzlum şəhid. Tanıdığımız başqa qadın kənd xudanın arvadıdır. Bu qadının adı yox. Sadəcə Kətmanın adı deyə unvanlanır. Xəstə olan bu qadın ondan ayrılmayan oğlu Ramazanla şəhərdə xəstəxanada ölür. Məşədi Tuba, Məşədi Həsənin arvadıdır. Bir gün günəşin təzəcə yayılmış çağı başında qara çarşaf gəlib gölün qırağında torpağa sərilir, baş gözünə deyərək Məşədi Həsənin inəyinin ölüm xəbərini bəyə çatdırır. Məşədi Reyhan, Məşədi Cabbarın bacısıdır. Məşədi Reyhan Həsəni onunla evlənməyə qıcıqlandırır. Nəhayət onlar da şəhərə qaçıb, dilənçilik və oğurluqla çörək tapıb bir çalavada yeyirlər. Məşədi Rüqəyyə, qonşu kənd Seydavalıdır. Azara düşmüş atını bəyə gətirib müalicə üçün İslama göstərmək istəyir. Kitabda karakterlərin içində bağımsız bir fərdiyyətə sahib olan tək qadın bu qadındır. Onun evi, daşqası, 3 inəyi və 2 atı var. Bir çeşid mali bağımsızlıq var bu qadının həyatında. Başqa hər bir hadisədə qadınlar bir kənarda durur. Biraz da keçin. Tamaşaçıdırlar. Kəndin bir mənfur çehrəsi var. Məşədi Səfərin oğlu kəndin mənfur simasıdır.
Bu sima hər zaman Məşədi Səfərin oğlu deyə ünvanlanır və o bir-iki yol sadəcə kitabda Məşədi Cəfər deyə adlanır. Məşədi Səfərin oğlu hamıya sataşan, söz bəzəyən, söz gəzdirəndir. Kənd üzrə İslamın adına söz bəzəyən də odur. Abbasın qotur köpəyini sonunda bu sima baltayla öldürür. Heyvanlaşmış qırmızı teli o öldürür. Çöllərdən tapdıqları Amerikalıların Fransını Amerikalılara onların sualı qarşısında bu dəmir sandığı kim sizə gəldi dedi, tapdığını kim sizə xəbər verdi, kəndə gəlirlər. Hamı kəndlilər deyirlər ki, elə hamımız getdik tapdıq ona. Amma arada Məşədi Səfərin oğlu deyir, yox, hamımız tapmadıq. Məşədi Cabbar xəbəri gətirdi, bizə verdi. Yəni beləliklə Məşədi Səfərin oğlunun hətta həyatında baxmayaraq o birisi əfrada görə bunun həyatında heç bir üzücü hadisə də baş vermir. Yurttaşlarına baş verən hadisələrdən heç üzülmür. Ürəyi bərk və acımasız karakterdir. Sonuna dək də eləcə içsızıqlı və kirli qalır. Kəndin mühüm bir zadı da şəxsiyyəti və İslamdır. İslam kəndin bircə düşünən beyni və məsuliyyət daşıyanı Məşədi İslamdır. Kəndin müsbət və sevilən siması olaraq başqalarından seçilir. Kitabın ən son nağılı onun nağılıdır. Kənd əhli hər bir fəlakətə çarə tapmağı İslamdan gözləyir. Bəyəldə bircə İslamın daşqası var. Daşqa ilə xəstələri şəhərə daşıyır. Azlıq zamanları bu daşqa ilə gedib Xatınabaddan yer alma və yeyəcək borc alıb gətirirlər. Çöllərdən tapdıqları eşşək ölüsünü bu daşqa ilə kəndə daşıyırlar. İslam hər bir müsibətə sınıq-salxaq da olsa bir çarə bulur və ya bulmağa məcburdur. Hər 8 hekayədə rol alan İslamın daşqası da özü qədər önəmli və kənd üçün dəyərli bir varlıqdır. Belə ki, olmasa kəndin işləri yerdə qalacaq. İslamın bir baş keçisi də var. Bu keçi oyuqmuş bir şahid kimi sadəcə mat-mat durub hər şeyə şahiddir. İslamın bir sazı da var. Kitabda baş verən bir tək toyda, o da qonşu kənd Seydavada olur. Yəni bu kənddə toy, belə bir şadlıq, şənlik yoxdur. Bir toy olur, qonşu kəndə ona çağırırlar İslam, saz çalır. Demək, İslam kəndin həm lövhə oxuyanı, həm saz çalanıdır. 8-ci hekayədə bu bir gün yoldan keçən bir nabələr atlı gəlib İslama deyir, bəyəldən çıxıb getmək yaxşıdır. Bundan sonra başını bəyəldə qovzaya bilməzsən. İslam nəhayət hər zaman çətinliklərində öncül olan həmin kəndlilərin qədir bizim bilməzlik və nadanlığına ilişir, qaçınılmaz rəvani vəziyyətə düşür, cana gəlib aciz qalaraq bir gün qapı bacasını palçıqlayır, bircə sazını götürüb küskün halda özü-özünü bəyəldən sürgün salıb, kəndi tərk edir və həyatı dağılmış şəkildə şəhərə üz qoyur. Cahil kənd əhli düşünüb bilən birini gözü götürməyib dışlayır. Demək ki, camiədə tək-tək tapılan düşüncəli insanların sonu buymuş. Camiə cəhalətdə qalmağı sevir də, seçir də. Kitabın sonunda İslamı şəhərdə görürük. İslam böyük çanaqlı sazını bağrına basmış, ayaq-yalınca şəhərin xiyabanlarında dolaşaraq çalıb oxuyurdu. Qarşıdan gələn adamlar onu görən kimi yana çəkilib dayanır və qara köynəkli qoca kəndili kişiyə onun əcəb sazına baxır, mahnısını eşidir, üstünə pul atırdılar. İslam xiyabandan xiyabana dolaşaraq adamları ardınca çəkirdi. İslam saz çalır, uşaqlar ona gülüşür, böyüklər isə heyrətlə baxırlar. Saidi, bir dənə məsələni yazı formunda mən açıq şəkildə, yəni geniş şəkildə yazacağım. Saidi İrandan çıxandan sonra, bağışlayın da, burada məndən sonrakılar çox bağışlasınlar. Saidi İrandan çıxandan sonra BBC radiosuna bir müsahibə verir. Orada deyir ki, mən fars dilinə yazmaq istəyirəm. Onu bara gətirmək istəyirəm. Mən bir türk olaraq kəsin bu işi görməliyəm. Hər şey də aradan gedərsə, bunu yaşamasını istəyirəm. Bu dil möhtəşəm bir millətin kültürel onurğasıdır. Bundan vaz keçmək olmaz.
fars dilinin onurğasını qoruyub saxlamaq lazım. Parisdə ikən də yayımladığı Əlifba adlı nəşriyyədə bu məsələni vurğulayır. Bu günədək əlifbadan 3 sayı yayımlanıb, bu işin amacı İran mədəniyyətini və sənətini qorumaqdır. Bu bizim yazıcımızdır hər halda. Tək Saidi deyil, Saidi kimi bizim türk dilli və amma farsca yazan ədəbiyyatçılarımız çox olub və çoxdur da. Heç məsələ deyil, heç eybi iradı yoxdur, çox da gözəl bunlar, hər işi ədəbiyyata keşcə qulluq eləyirlər. Amma heç vaxt bu bizi buradan yayındırmayacaq ki, niyə Saidi yazmadı, niyə öz dilinə? Halbuki, məsələn, onun zamanında Şəhriyar da var idi, Həbib Sahir də yazırdı, Gəncəli Sabahı ondan qabaq idi, sonra Əlirza Oxtay da var idi, onlar da yazırdılar və bu hər halda bunun barəsində həmişə bu məni düşündürür və özümü aldada bilərəm ki, imkan yox idi, eləyə bilmirdilər, tanınmırdılar. Elə onların hamısı indi də var. Yəni bu bir düşünürü, bir ədəbiyyatçını heç vaxt sual altından qaçırda bilməz. Çox təşəkkür edirəm və çox üzr istəyirəm. Təşəkkür edirəm. Biz bu yazıların, danışıqların qədrini, qiymətini bilirik. Yəni bir dənə yazıya bu nəfərlər ki, burada ayrı yerdə gəlirlər, danışırlar, vaxt ayırırlar, vaxt qoyurlar. Fəqət üçün burada vaxt qıtlığı vardı biraz, ona görədir. Yoxsa bunları mən dediyim kimi danışanlar səy eləsinlər, 15 dəqiqədə o çəkidəsini danışsınlar. Bütün o Fərvərdin ayı 1404-cü ildə kitab formasında çap olacaqdır. Yaxşı, biraz da dəyişək gedək mərdumşinası tərəfinə, bəlkə onlar təkniqarılara görə danışdılar. Sizin təşviqlərinizlə Ayı Döktür İzzədiyə Ceyranı Monografiهای ساعدی تحلیل و نقد پژوهش میدانی و سبک بازنمایی başlığın adıdır. Salam tamam əzizlərə. Məmnunam tamam. Zəhmət çəkənlərə ki, bu mərasimi bərgüzar edirlər. Deyildi, mən monografihay Saidiyə görə bir az danışacağım. Sayıram ki, o vaxtda da sözlərimi deyəm. Neçə nüştə ərz eləyəcəm. Onta arada hər nüştəyə ki deyirəm. Onun üçün şahidi misalهای خود monografiهای Saididən gətirəcəyəm ki, biraz da o Saidi gecəsi onun özündən də nəql qolları olsun, eyni asarlarından. Xob, Saidi rəsmən 3 dənə monografi yazıbdır. Bilmirəm bu kitablar ki, burada düzülüb olan içində var ya yox. Vəli, xob, biri Xiyav ya Meşkin şəhridir, biri İlxıçıdır, biri də Əhli Həvadır. Mən bu 3 dənə dərvağı məddə nəzərimdir və onun əsasında danışacağım. Lazımdır bu arada müqəddəmə ərz edəyəm. Hala bir ayrı çehrə Saididən olsun. Bir ayrı çehrə Saididən burada görürük. Neçə çehrəlidir də. Biz ki, ulum ictimaidə işlərik və varıq və mərdumşinasidə bizə də çox əzim xorəyi vardı. Xob, lazımdır bir müqəddəmə ki, mərdumşinasi zəminəsini açaq. Saidi bir böyük cəm ilə müəssisə mütaliat və təhqiqat ictimai danışqahı Tehranda başlayırlar bir para təhqiqlərə ki, adı xob monografi qoyulur, təkniqarda belə lənət deyilir. Və Saidi 3 dəftər o monografilərdən dəftər 5-ci, 7-ci və 8-cini yazır, o adları ki, ərz elədim sizə. Təhqiqat-ı mərdumşinasi 1-2 dəhə idi ki, başlanmışdı İranda bevicə 30-cu dəhədən və Saidi 42, 44 və 45-də bu 3 kitabı dərvağı yazıbdır. Onun üçün o əvvəlin fiqurlardandır ki, bu sahədə də qələm vurubdur.
خب o dövrədə çox təlayi bir dövrədir mərdumşünasi İrana ki, daha sonra əslən təkrar olmadı. Hətta indiyəcən çoxlu mərdumşünaslar xaric az İran 70 hududan mərdumşünas gəlirlər İrana. Əsasən در واقع elatların içərisində təhqiq edirlər və bir sıra da daxili mərdumşünaslar başlayırlar eləcənə elatların içində, çətlərdə bir sürü təhqiqlər edirlər və kitablar yazılır. Bu müəssisə də bir böyük bərnaməsi var idi ki, eləyə bilsin bəzi hala cəvamiyyədən bir در واقع آثاری خلق eləsin və gətirsin əşya. Və Saidi onların birindən idi. Çox cəlibdir ki, figurهای ədəbi çoxdur bunların içində. Az cümlə xud Cəlal ki, Cəlal Əhməd ki, Saididən qabaq özü başlayır yazır. Urazan, Tatnişinay, Bulucu Zəhra da onların içindəndir. Kitabların birinə də xud Cəlal müqəddəməyi yazır. Fəza bir fəza deyil ki, mərdumşünası çox rüşd tapmış ola, çox hərfəyi ola və o fəzada biz در واقع Saidini görək. Ona görə mən səy edirəm ki, Saidini o zamanda görəm, o kontekstdə görəm. Əlanla istəsəm davər eləyəm, düz davəri ola bilməz. Bunu fikirəm ayrı sahələrdə də dəst verə bilirik. Məsail siyasi ki, mətrəhdir Saidiyə görə. Əlan onu gətirək əlana ki, o zaman filan dedi, bəs əlan pəs onun hökmü budur. Mən cəmən edirəm düz deyir. Kontekstualize eləyək, dekontekstualize eləsək, şəxsi 50 il, 60 ildən qabaq qopardırıq yerdən sonra qoyuruq qabağımıza deyirik bər əsası bu əsl filan sözün mənası budur. O zaman nə mənə idi? Mərdumşünasi asarı da Saidinin, hətta əgəl bu 3 dənə əsəri də dəqiqən gərək o cür görə bilək. 40-cı dəhə İranda nə xəbərdir mərdumşünasidə və dünyada nə xəbərdir və o əsasda bir adam dünyayı pezeşkidən, rəvan pezeşkidən və ədəbiyyatdan gəlibdir və hala ayaq qoyubdur mərdumşünasiyə. Bu 3 dənədən qabaq çox cəlibdir. Xud Payanname Doktorای Saidi با عنوان علل اجتماعی سایکونevروزها در آذربایجان 1340-da çıxır eşiyə. Saidi pezeşki oxur, vəli payannaməsi kamilən mərdumşünaxtı və cami şünaxtıdır. Mən hala fürsət olmayım ki, əltubam, vəli çox cəlib olar ki, bu əsər də در واقع çıxır eşiyə və buradan görsədir ki, Saidin nə qədər əlaqəsi var idi cəmbəyi ictimai, hətta o در واقع o təbii ki, orada işləyirəm. Bir dənə də əxirən mən gördüm, Məhal-ı Mümkün adında elə bil təzərrütə 1403-də həmin Təbrizi çıxardıbdı. Orada da elə bil bir balaca hala səfərnamələri vardı. Orada da şahid monoqraflər görürük. Amma monoqrafiya təşniqari gənə mən o zaman tərifində deyirlər bir در واقع توصیفdir bir camiədən, توصیف ki, cami və kamildir. Gərək bir cami və kamil توصیفin ola bir dənə mövqiyyətdən, bir dənə camiədən əsasən. Və çün bunu çox yekə camiyə əncam vermək olmaz. Bənabərin məmulən, mühəqqirlər kiçik bir yeri götürürlər, çət kimin در واقع bir yeri. Onun üçün burada da Xiyaf, hala kəndinə, şəhər arasındadır və qolu Saidi, İlxıçı, həmçinin Əhl-Həva da kəsən gedir Cunuba, cəzirələr در واقع orada vardılar. Əsas budur ki, xop, burada توصیfi kamil əncam tapar və təhlilə hələ deyirlər ki, gedirmir, yetişilmir. Onun üçün xud Saidi də deyir ki, mən iddia eləmirəm ki, mən təhlil edirəm, mən fəqət səy elədim ki, kamil در واقع توصیف gətirəm. Və müqəddəmə yazanlar da az cümlə Cəlal Əhməd bir yerdə, sonra Ehsan Nəraqi əlbəttə ayrı kitablarda deyirlər ki, xop, başını Cəmşid Beynam ki, Saidi xop deyir, bəli, mən tosifə keçməmişəm, amma bəzi yerlər var ki, görsənir ki, hətta Saidi təhlilə keçməmişəm, bəli, Saidi təhlil də eləyir. Mən balaca onlara da işarə eləyəcəyəm. Cəlal İlxıçı kitabına müqəddəmə yazanda deyir ki, bəran ki, bilək İlxıçıdan nə keçir, kitabların dalısından bilmək olmaz. Gərək gedək, dərin İlxıçı با ایشان بنشینی و با اهالی آبادی گپ بزنی و بفهمی که چگونه به سر میبرن. گمان میکنم اینجوری بهتر بتوان فهمید که یک سنت چگونه دوام میکند و غیر. ساعدی دقت یک طبیب را دارد بر بالینی. Cenə şovundan maya qoyur burada və hal-ı şuur یک şair را در پای جامی. Bunlar Cəlal özüdəki xubda dastan nevisdir. Çox mərz ayırmışlar ki, dastan bir ayrı bir zatdır, monoqrafda bir ayrı bir zatdır. Dastanda xəyal var, istilik var, monoqrafidə real var və soyuqluq var. Və bu təfkik indiyəcən də davamı vardı və idamə tapıbdır. Vəli çox cəlibdir ki, Saidi bəzi yerlərdə eləyənmir, yəni təhəmmül eləyənmir və در واقع bir yerləri var ki, orada çıxır eşiyə və o istiliği və xəyal da hərdən görsənir.
یا جمشید بهنام بیلəsində yazır ki, musafiri dəqiq və konçkaf və əlbəttə furutan, biz Azərbaycanlılarla utancaq olmağını da orada gətiririk. Və deyir ki, qahqahı ki, xiyal pərdası gəlir qabağa, vəli yavaş-yavaş öyrəşir ki, vəsvas əhli təhqiq biləsində olsun və bunun qabağını alsın və tormuzun çəhsin. Meydanı babətdən bunu deyim ki, bunlar hamısı təhqiqat meydanidirlər və çox cəlibdir bir roşanfikr, bir yazıcı bu səthdə gələ meydani təhqiqat əncam verə. Bircə biz öz camiəmiz, Cami Roşanfikri İran ki, məmulən özün poçtemiz tanır, nəzəriyyə pərdaz tanır. Mizdən o yana getmir, bevicə kənd məquləsi biləsinə çox əşağı bir məqulədir. Ya əslən cəmaatla yaşamaq, oturmaq və durmaq biləsinə oftudur və əlan şayad ya böyük bəlalardan ki, Roşanfikri İrana mübtəladır budur. Vəli xub Saidi və Cəlal və o zamandakılar gediblər və işləyiblər və bu cəmaatın içərisində olublar. İlxıçı və Xiyabda və Cünubda ki, در واقع əhli həva üçündür. İmkanat deyir azdır, Said özü işarə edir ki, fürsət azdır və imkanatım azdır. Məsələn, əhl havada deyir ki, necə çox az müddəti var idi orada. Bəli, mən istəyirdim ki, bu az fürsətdən istifadə edəyəm, o fərhəng məxlutu da həmin ki vardı, onu توصیف eləyəm ta qəbl az bu ki aradan gedə və görsənir ki, bu aradan gedəcək və dəqiqən də o cürdür. O yazmaq üslubu və səbki çox qədimidir bu işlər, vəli tərkibi az bir səbki tipik tip nevisi, senx nevisi və səbki məlmusi. Məmulən mərdum niqarları çox tipik yazırlar. Məsələn, deyirlər ki, ilxıçılar toyu bu cür bərqüzar elərlər, əza bu cür tutarlar. Hamısını bahamlıqda cəm bağlarlar, məxrəcə müştərək tutulur da. Saidə bu var, vəli fəqət bu dəyir. Və calibdir, OBC monoqraf yazanlar umumən fəqət در واقع سبک و سنخیدن استفاده edirlər. Məsələn, qəhvəxanəha məhəll rətq و فتح امور است. İlxıçıdan oxuram. اگر نیم ساعتی روی سکوی قهوه‌خانه‌ای بنشینی سر هر 5 دقیقه مردی با سیبیل‌های کلفت وارد می‌شود و روی سکو می‌نشیند در حالی که هورت هورت چای را سر می‌کشد. وضع کار و زندگی و مزرعه و مقدار محصولی که هفته گذشته فروخته است را همه در 5 دقیقه گزارش می‌دهد. یا مراسم عزاداری 3 روز طول می‌کشد. غروب روز اول با حلوای فراوان میروند سر خاک، شمعی روشن می‌کنند و باز فاتحه می‌خوانند. بعد از 3 روز مراسم عزاداری از حدت و شدت می‌افتد ولی تا روز 40 صاحبخانه عزا همچنان افسرده ماتم زدند. Amma bu səbkin yanında bir ayrı səbki də var bu işlərdə ki, o bizlərdə yoxdur. Mən müqayisə edirəm D. Talibabad Səfinəcat ki, 45-də yazılır və çox ülgüdür, yəni sərməşq təriflənir ki, monoqrafları bu cür yazın. O kullən bu cür səbki در واقع bu senxidir, tipikdir. Talibabadilər bu cürdülər, Talibabadilər o cürdülər. Yəni təfavüti, təmayüzü beyn əfrad yoxdur. Mühüm budur. Və ondan da mühümdür ki, xod nevisəndə yoxdur arada, xod mühəqqiq arada yoxdur. Zəmir əvvəl şəxs در واقع yoxdur. Hamısı zəmiri sevim şəxslə yazılır. Amma burada gəlin görün nə xəbər. Cənə ilxıçıda. دیداری از بیل کردیم. بیالین ریشه‌اش برداد. موقعی که به زیارت خاتون می‌رفتیم، بیال در فاصله 2 کیلومتری الخچی ناگهان جلوی آدم سبز می‌شود. ده خلوت بود. فقط چند تا بچه لخت و او روی دیوار کوتاهی نشسته بودند و ظاهراً بازی می‌کردند. زنی هم بود که روی درختی لباس پهن می‌کرد. مرغ و خروس‌های خاک‌آلود نیز با قیافه غیرمنتظره به نگاهی عبث نشسته بودند و دنبال دانه می‌گشتند. سگ‌ها هم همینطور ماتشان برده بود. Bu təvsiflər OBC monoqraf yazanlarda, klassik monoqraf, danışqahı monoqraf yazanlarda yoxdur. Və ondan sonra çox ayrı bir şeylər var. Əslən, bir dənə heyvanın cildinə keçib və deyir ki, bunların əslən, baxışı nə mənə idi, halları nə mənə idi. Bunu biz ayrı monoqraflara در واقع görmürük. از صحنه‌های زیبا و جالبی که دیدم یکی صحنه شانه و گلاب بود. موقعی که علی اکبر می‌خواست عازم میدان شود. اهل حرم دورش را گرفته بودند و سر و زلفش را با گلاب می‌شستند و شانه می‌کردند. Əlavə bər təvsif, təhlil üz verir bu işlərdə. Hərçənd ki, bu təhlilin dozu çox-çox azdır və bir də gizlədibdir. Məsələn, bir bəxşi ayırmayıb, məsələn, təhqiqat, monoqrafiya elmi danışqahı ki, təvsif buracan idi. Bundan böyle təhlil, sonra da axırda fəsli nəticə girir. Hərçənd ki, deyilir ki, monoqraflar fəqət təvsif olunsun, vəli oxuyanda adam hissi alır ki, bəzi yerdə təhlillər var. Gedək xiyaba,
طبیعت دامنه‌های ساوالان شکوه و جلالش را در محتویات ذهنی مردمان آن سامان جا داده است و به ناچار افسانه‌ها و مثل‌هایشان را گل و گیاه و پرنده‌ها و جانوران ساخته است، نه چیز دیگر. رابطه طبیعت و فولکلور. امروز روز خیاو بلا تکلیف است آخر لرنه و سرگردان، نه در حال شکل گرفتن است، نه در حال استحاله و نه در حال ویرانی و پاشیدگی. وحشت بلا تکلیف مثل هزاران آبادی دیگر گریبانش را گرفته است. Bir استعاره بلا تکلیفlik, سرگردانlık görsədir vəziyyət kolliyə bir daha camiəni və bəzi içi در واقع onun içərisinə düşübdür. یا چراغ اهل هوای ساحل نشینان جنوب با تشنگی آشنایی و الفت دیرین دارند. تشنه آب، تشنه محبت، تشنه حادثه‌ای که زندگی یک نواخت و بیرنگ و حالشان را نشاطی ببخشد و هر چیز تازه‌ای که حرکتی داشته باشد و رنگ مرگ از چهرهشان پاک بکند. چنین است که آداب و رسوم و مراسم گوناگون مردمی را که با آنها آمیزش داشتند به راحتی پذیرفتند. نه قدر چه burada heç zat yoxdur bu cunubda, ona görə deyir ki bu mərasim zariç orada var, babazar, mamazarlar və bu cin zədəlikçi olur və خود روانپزشکی تخصص ساعدیه yaxınlaşır. Orada göstərir ki, nə cür bərahut olmaq باعث olur ki, bunlar bir şeyi hey axtarsınlar və ona görə bu əcib qərib ayinlər içəsən özlərinə uyğun dəyərdə onları در واقع gətirsinlər özlərinə. Müşkülatdan danışır, bəzi müşkülləri kəşf edir deyir. Mən onlardan keçirəm, müqayisəyi işlər görür, müqayisəyi komparativ analiz شیوه دوم مردم شناسدردی o مثلا کیروانی o ختنه سوران mərasimində غسل təmid məsihlərlə müqayisə edir və gənə ayrı məbahis. Əl qoyur, bir dəqiqə mən qurtarım. O birisi monoqraflarımız Saidini o vaxt yaxşı düşünmək olur ki, onu qəşəng müqayisə edəsən. O birisilər içədə o zamanlar yazırdılar və sonradan da və görəsən ki, bu təfavütlər nəmlədir. O birisi monoqraflar məmnun elə vəziyyət mövcud nisbətən roşan o xoşi ki vardı məsələn bir daha kəndə onu deyirlər. Amma Saidi o qərə cənbəndə çıxardır eşiyə. Mən 2 paragraf istəyirəm oxuyam və tamam eləyəm. Xiyabın axirləridir. مشکل آب را چه کند با آن همه فراوانی آب و آن همه بیماری را در حالی که مجبور است آب آلوده چشمه کنار رودخانه را بخورد و تمام کثافات و آشغالها را در حیاط خانه‌اش دفن کند، مرده‌هایش را در خانه بشوید و هوا تاریک نشده به خانه پناه برد، زیرا که یک موتور کوچک برق تنها 1/3 شهر را روشن می‌کند. این مردم در تاریکی مانده را در خود آبادی و دهات اطراف دیدم، ضمیر بر شخص، که چگونه متحیر و منتظر مانده اند. دیدم که چگونه در ده یک عدد سیب پیدا نمی‌شود که دست بچه‌ای بدهند و در ده دیگر سردرختی‌ها می‌گندد و دور ریخته می‌شود. دیدم معادن دست نخورده را که مثل اموات فراموش شده در دل تپه‌ها مانده‌اند و مردم با فانوس دنبال گنج می‌گردند و به خاطر گنجنامه‌های تقلبی و خیالی تا کجاها می‌روند و جماعت بی تکلیف خدا را دیدم که یک روز گوسفندداری می‌کنند و یک روز دیگر عمله هستند و روز سوم شاگرد راننده و کارگر زراعتی. Bunu آخر xiyabın yap axırı da توصیف edib klassik da cana gəlibdi 2 səfər fəqət yazır və beləncə səhnələr yaraldır və axır bir səhnəni nəticəgiri məmulən monoqraflarda olar ya da mədum nigarlarda təhqiqat elmidə xop burada yoxdur və Saiddə həm özü mən olub həm o bizlərdə ki fəqət توصیف eləyək. Bəli çox dərəxşan bir payanbəndi vardı bu xiyabda ki mən onu nəticəgiri görürəm və ayrı yerdə görmək olmaz. Və qarışıq ədəbiyyatla, xəyalla realın bir-birinin qarışıq olmağı işarə və Çoxov ki, Saidi mütəəssir az oydu və Çoxov həm dastan və həm vaqiə təcrübələr, əmr təcrübə və əmr ədəbini çox qatıb bir-birinə çox gözəl burada özünü göstərir. Axırın cümlə. وقتی ابو طیاره گاراژ سعدی بعد از چند ساعت له زدن از خیاب وارد اهر شد، روی سکوی قهوه‌خانه‌ای نشستم که چای بخورم. زیر پای من رودخانه پهنی بود انباشته از لجن و کثافت که لاشه حیوانات جور و جور جزیره‌های کوچک و بزرگی در چشمانداز قهوه‌خانه درست کرده بود. حیران و انگشت به دهان مشغول تماشا بودم. جوانی را دیدم که از 2 چشم کور که سوار دوچرخه با سرعت از لبه شیب تندی لغزید و آمد توی لجن‌ها. دوچرخه‌اش وسط گلولا گیر کرد، دست پاچه شد و دهانش را بی فریاد باز کرد. از وحشت نمیدانست که چه کار بکند و من وحشت و
وحشت بی تکلیف را در چهره آن جوان نابینا دیدم. çok memnun. Təşəkkür edirik cənab doktor İzzətdən. Məmnunluq qoyduğu vaxt üçün. Antraktdan qabaq bir nəfərimiz vardı, amma mən doktor Eyvaz Tahanı çağırmadan öncə bir dənə qısa dastan vardı, 2 səfərlik ki, Ay Taha onu tərcümə eləyiblər və söhbətlərinin 50% zadı onun üzərindədir. Onu elə bir dənə xanım, Heyran xanımdır, buyurdunuz, dikləmə eləyəcəklər. Buyursunlar, dikləmə eləsinlər, sonra doktor Tahanın xidmətində olaq. Selamlar, hürmetler, her vaxtınız xeyirli. Çox xoş gəlmisiniz, lütf eləmisiniz. Hikaye vardı ki, adı Dərs sınıfının uykusu adında ki, yazar Qulam Hüseyn Saidinin yazılarından və çevirən Eyvaz müəllim, Eyvaz Taha zəhmətini çəkiblər. Umuram ki, gözəl ifa edəm. Neçə saat sürdükdən sonra yük maşını dayandı. Bizi maşından endirdilər. Dağılmış divarın kölgəsinə sərələndik. Görünməyən küncüdə neçə qoca çıxdı. Hərəsinin əlində bir vedrə, hərəmizə bir qab su verdilər. Sonra yemək gətirdilər. Acı şorba, böyründə bir tikə çörək. Hamısını ac gözcəsində udduq, yenə su gətirdilər. İkinci su yapışdım. Divara söykənmişdik. Yuxu əsnəmə üzümüzü cırmaqlayırdı ki, Nazım tapıldı. O hündür boylu, arıq bir dəri, bir sümük adam idi. Alt çənəsi çox böyük idi. Alt dodağı da üst dodağının üstündə oturmuşdu. Neçə kəz aşağı yuxarı hərləndi. Göz qapaqlarının sallandığı üçün kimi hansımızı nəzərdə tutduğu bəlli deyirdi. Ucadan hamımıza ayağa qalxmağı əmr etdi. Ayağa qalxıb sıraya düzüldük. Yola çıxdıq, sınıq salxaq qapıdan xarabalığa girdik. Böyük bir alan idi, hər yeri qazmışdılar. Çuxur yanında çuxur, çalanın yanında çala. Çuxurların qırağında oturduq. Qarşımızda sökük saman suvaqlı bir duvar var idi. Duvara qara bir yazı taxtası mıxlanmışdı. Taxtanın altında qara daşdan yönülmüş uzun masa var idi. Çevrəsinə isə bir neçə vedrə su qoyulmuşdu. Neçə çuvalı bez kəndir və torpağa bələnmiş pambıqla doldurmuşdular. Günəş batmaqdaydı. Artıq onun iti istiliyi kəlləmizi qaynatmırdı. Daha asan nəfəs ala bilirdik. Öyrətmən gələnə qədər yarım saat gözlədik. Qıssa boylu külək bir adam idi. Ağır addımları ilə yeridi. Çox bağışlayın, mənim stresim var, o yüzden. Nəzik biləkləri, geniş əlləri və uzun barmaqları var idi. Geniş üzlü adamın gözləri daim devinirdi. Sanki hər kəsə, hər nəyə göz dikmək istəyirdi. Gülümsəyirdi, dişlərini qıcırdırdı. İrəli gəlib, ovucu ilə daş masanı sildi. Bir parça təbaşir götürüb, yazı taxtasına keçdi. Dərsimiz olduqca qolaydır, dedi. Diqqət etsəniz, çox tez öyrənəcəksiniz. Gördüyünüz bu vəsait iş alətlərimizdir. Su ilə dolu vedrələri, çuvalları əli ilə göstərdi. İşimiz çox asandır, dedi. Onu gətirəcəyik içəri və yatızdıracaq. O yuxuya getmiş, adamın şəklini yazı taxtasına çəkib davam etdi.
İlk işimiz onu yumaq olacaq. Üzərinə 1-2 litrə su səpərik, sonra gözlərini üstünə neçə tikə pambıq qoyub möhkəm bağlayarıq ki, daha görməsin. Adamın gözlərini şırıq parça ilə yumdu. Sonra bizə tərəf dönüb dedi, onun çənəsini bağlamalıyıq. Çənənin altından bir parça keçirir, başının üstündə düyünləyirik. Gözəl bağlandıqdan sonra daha danışmasın deyə ağzını da bağlamalıyıq. O alət çənəni kəlləyə tikərək dedi, ayaqların baş barmağını bir-birinə bağlayacağıq, bununla da yerimək bitir. Tək başına gülərək dedi, qollarını bədənin yan tərəfinə düz uzaldıb bağlayırıq. Demədi niyə? Əlləri bağladı. İndi sadəcə onu bir parça ilə bükmək lazımdır. Onun işi daha bitmişdir. Sonra xarabalığın dışarısına işarə etdi. 2 qoca kişi bir gənc oğlanı tabutun üstündə içəri gətirdilər. O hələ ölməmişdi. Hələ inləyirdi. Hərdən qollarını, ayaqlarını tərpədirdi. Masanın üstündə uzatdılar. Qocalar bayıra getdilər. Qocalar bayıra çıxdılar. Öyrətmən gəldi, gənc oğlanın əynindəki cində köynəyi cırıb atdı. Öyrətmən caynaqlarını oğlanın boynuna doladı, onun boynunu sıxıb urmaladı. Əllərinin, ayaqlarının bir az titrəyişi ardınca onun səsi kəsildi. Bədən toxtadı. Su qabını götürdü, bədənin üzərinə səpdi, sonra gözlərinin üstünə pambıq bastı. Parça ilə gözləri bağlandı. Ölən adamın çənəsi aşağı düşmüşdü. Bir yumruqla 2 çənəni bir-birinə qapadı. Çuvaldan başqa bir parça çıxarıb ağzını bağladı. Başqa parçanı da çənəsinin altında keçirib gicgahdan düyünlədi. Sonra ölünün qollarını bədənin 2 yanına uzatdı. Çantadan pambıq çıxarıb ayaqlarının arasında qoydu. Ayağın baş barmaqlarını kəndirlə bir-birinə bağladı. Bunun ardınca heç bir yardım diləmədən ölü cəsədi parçaya büküb parçanı aşağıdan yuxarıya bağladı. Gülümsəyərək bitdi dedi. Onun işarəsi ilə 2 qoca xarabalığa girdilər. Ölünü götürüb çuxurların birinə atdılar. Çuxuru torpaqla doldurduqdan sonra getdilər. Öyrətmən əsnəyərək öyrənən oldumu deyə soruşdu. Bəzilərimiz əl qaldırdıq, başqaları qorxdular. Öyrətmən dedi, öyrənənlər irəli gəlsin. Ayağa qalxıb irəli getdik. Öyrətmən xarabalığın çölünə işarə etmək istəsə də, onun əl-ayağını tutub daş masanın üstünə uzatdıq. Qışqırmaq istəyəncə xirtəhləyib boynunu vurduq. Sinəsinə oturduq və güclü yumruqla alt çənəsini yuxarı çənəsinə qapadıq. Gözlərinə pambıq çəkib bağladıq. Ağzını tikdik. Lüt soyundurduq, ayaqlarının arasına pambıq təpdik, baş barmaqlarını kəndirlə bir-birinə bağlayıb kəfənə bükdük. Sonra qaldırıb böyük bir çuxura atdıq. Üstünə torpaq tökəndən sonra hamımız çıxdıq. Nazim və qocalar qabağımızı ala bilmədilər. Böyük maşınının sürücüsü sükan arxasında keçdi. Hamımız mindik, bir çığırdan başqa çığıra dönməkdəkən günəş batmışdı. Başımızın üstündə bir neçə sümbüllü ulduz görünürdü. Ay göydən bir küncdə qaş göz atırdı. Çox sağ olun. Salamlar əziz dostlar. Mən
Saidi hakkında danışmayacağım. Saidinin yazdığı eserin kontekstini analiz edeceğim. Benim çıxışımın mövzusu, konusu ədəbiyyat siyasəti. Bilirsiniz, bu termin, bu istilah French teoriden gəlmədir. Fransız filosofların teorisidir və əhəmiyyətlidir. Literature politics çox əhəmiyyətli bir məsələdir, amma bizim Azərbaycanda və Azərbaycan Respublikasında bu məsələ güman edirəm ki, birinci dəfə qoyulur. Əlbəttə, söyləyəcəyim filosofun əsərləri əksəri farsçaya tərcümə olunubdur. Mən çalışacağım ki, o filosofun tapşırıqları əsasında burada dildən də bir politiks kimi istifadə edən çox əhəmiyyətlidir. Əsasən siyasət və ədəbiyyatın ilgiləri nədədir? Biz bilirsiniz, həmişə bir köhnə mübahisə var, köhnə tartışma var. Engagement adında, yükümlülük və ya təəhhüd adında ədəbiyyat mütəhiddir, yoxsa yox? Ədəbiyyat özərkidir, avtonomdur, xodayindir. Bu cəsarətən məni bağışlayın, mən kələmələrin müadillərini, qarşılıqlarını işlətməliyəm ki, bəhsin biraz açıqlansın. Ədəbiyyatın özərk, xodayin mahiyyəti vardır, yoxsa ədəbiyyat araçdır. Bir ismarıcı, bir mesajı çatdırmaq üçün ədəbiyyat yaranır. Burada siyasətən ayağı ortaya gəlir və təəhhüd məsələsi də ortaya qoyulur. Jacques Rancière Fransızların diri filosofudur. O bu bölgünü, bu ikiləmi, bu dilemmanı arxada qoyur və yan keçir bu dilemmadan. Bu necə olur ki, biz ədəbiyyatla siyasətin əlaqəsini araşdıraq, amma təəhhüd məsələsi ortaya gəlməsin. Saidi belə bir kontekstə qərar verir. Biz indi soruşa bilərik ki, Saidi bir solçu idi. Bu mütəhid, yükümlü ədəbiyyat sahəsində qələm çalıb, yoxsa Kantın söylədiyi amacsız, özündən xaric amac daşımayan, hədəf daşımayan bir ədəbiyyat sahəsində. Bunun cavabını biz Rancière'dən ala bilərik. Amma Rancière keçməzdən əvvəl siyasəti məna etməliyik. Siyasət bilirik, ən sadə anlamı toplumu idarə etməkdir. Caməni, toplumu yönətirik. Bunun adı siyasətdir. Bunun adı politikadır. Amma məsələ bu qədər sadə deyil. Aristotel'də, Ərəstuda siyasətin öz içində çarpışma gedir. Siyasət qaynar bir termindir. Qaynar bir qavramdır, məfhumdur. Siyasətin Janus'u çehrəsi var. Bilirsiniz, Janus Yunan-Latin miflərində, usturələrində bir tanrıçadır ki, həm arxanı görür, həm önü, həm qabağı görür, həm dalı və bu tanrıça dərvazaların güdüşçüsüdür. Siyasətin də belə bir mahiyyəti var. Həm konservativdir, həm mühafizəkardır, həm də devrimçidir, inqilabçıdır. Siyasət həm toplumu idarə edib, ona düzən, sistem, nəzmi bağışlamaqdır, həm də o düzəni pozmaqdır. Siyasətin iki yönü var. Biri, indiki mövcud vəziyyəti, mövcud durumları qoruyub saxlamaqdır. Güc vasitəsilə güc anlayışını nəzarət altına almaqdır. Başqa mənası da həmin gücü taxtdan kəlləsi üstə endirib yerə çalmaqdır. Bu siyasəti taxtdan endirib mövcud vəziyyəti anarxiyaya uğratmağın adı
depolitikaldır. Əmr-i siyasi tərcümə oldu farsçada. Təəssüflə bu D kələməsi orada sifəti ism eləyir. Nə biz türkcədə bunu eyni ilə tərcümə edə bilirik, nə də farsçada tərcümə olur. Anadolu türkçəsində bunu siyasal tərcümə ediblər. Yəni sifətdən istifadə edib, siyasətin qurtuluşçu yönünü siyasal adlandırırlar. Bəs siyasət həm mövcud vəziyyəti qoruyur və həm onun qurtuluşçu mahiyyəti var. İndiki vəziyyətdən bizi çəkib çıxarır. Bu çox əhəmiyyətlidir. Bunu Jacques Rancière politika və polis timsalında bu iki mənanı bir-birindən ayırır. Politika həm siyasətdir, polis də şəhər dövlətləridir. Yunanda bilirsiniz, şəhər dövlətləri var idi. Dövlət, şəhərlər. Rancière bu kələmədən mütləq gücə işarə edəndə istifadə edir. Güc anlayışını bu polis kələməsi ilə, yəni bu bizim güdüşçülərimiz var, polislər, onunla dəyişik salınmasın. Polis kələməsini dövlətin müqabilində işlədir. Bunun dövlətlə çox mühüm fərqi var. Çünki polisin məsuliyyəti fəqət nəzarət deyil. Polisin məsuliyyəti fəqət güc işlətmək, gücü uygulamaq deyil. Polisin əsas məsuliyyəti məhsusatı paylamaqdır. Bunun üzərində dayanacağım. Çünki indiki dinlədiyiniz hekayədə saidi məhsusatı paylayır və bu inqilabçı bir hərəkətdir. Siyasətin bu anlamının ədəbiyyata nə dəxli var? Jacques Rancière gəlir ədəbiyyatda 3 mərhələni nəzərdə alır. Bu mərhələlər kronikal deyirlər, tarixi deyirlər. Bunlar bir-biri ilə yanaşı, paralel də gələ bilərlər. Bu mərhələnin biri əxlaqi təsviri mərhələdir. Əxlaqi təsviri mərhələ və görsəl mərhələ, etik mərhələ Əflatuna aiddir. Yəqin ki, bir çoxlarınız bilirsiniz ki, Əflatunda incəsənət, əlbəttə başda şeir olmaqla, incəsənət araçdır. Amaç deyil, özlüyündə hədəf deyil, araçdır. Bu araçdan biz istifadə edə bilərik, insanların əxlaqiyyatını dəyişdirək, onların daxilində təmizlik, bir növ təskiyə aparaq, maymesiz və ya müəyyən bir siyasi hədəfə gedib çatmaq üçün ədəbiyyat və incəsənətdən biz araç kimi, vəsilə kimi, vəsait kimi istifadə edirik. Burada niyə bunu etik deyirlər, bəllidir. Çünki biz burada gözəlliklə ədaləti, gözəlliklə xeyri qarışdırırıq. Çünki xeyrlə gözəllik ayrı-ayrıdır. Gözəllik estetikaya aiddir, amma ədalət, yaxşılıq əxlaqın hitəsidir. Etik bir hitədir. Bilirsiniz, həqiqət də fəlsəfənin elminkidir. Yəni, Kantıda da bu üç qavrayış, üç qavram bir-birindən aralanır. Onun təsviri olmağı da bilirsiniz, mosollara qayıdır. Əflatunda dünyadan bir təsəvvür var. Dünyada bir iyerarxik silsilə məratibi bir nəzm nizam var, bir düzən var. O düzənlərin özəyi mosollardır. Biz insanlar, fani insanlarıq, gec-tez öləcəyik, dünya dəyişir, kainat dəyişir, amma bu dəyişkənliyin mərkəzində, ortasında bir idea oturub. Dəyişməz bir, orada bir məsəl var ki, onun təsvirləriyik biz və Əflatun incəsənəti bu təsvirin təsviri kimi tələqqi edir. Onun üçün deyir ki, məsələn, rəsm əsəri, nəqqaşi təqlidin təqlididir. Deyir, çox boş bir şeydir. Və buna görə də deyir ki, şairləri gərək
Fazilə Mədinədə, mən onu itkin ölkə tərcümə etmişəm. Mədinə-i Fazilədən, Farsça Nakocavat da bilirsiniz tərcüm olur. İtkin ölkədən bunları qovmalıyıq. Çünki bunların bu yansılaması, bu təqlidləri ağlın ziyanına qurtarır. Rancière bunu etik, görsəl mərhələ adlandırır. İkinci mərhələ poetik mərhələdir. Bilirsiniz, Ərəstunun, yəni bütün fəlsəfə tarixinin ən böyük dev və əjdahasının kitabı var. Ərəblər bunu yüzillərlə Butiqa adında təqdim edirdilər. Poetikadır bu. Yəni, poetika, yəni şeiriyyət. Amma bu şeirin o qədər əhəmiyyəti var ki, qədim dünyanın estetikası poetikadır. Və bu da Ərəstunun əli ilə qəvam tapır. Ərəstunun əli ilə oluşturulub, gəlişdirilir. Çox üzr istəyirəm. Məni rahat anlayırsınız hamınız. Yaxşı, mənə dedilər 3 dəqiqə. Nigar xanım xiyallıdır, Təbrizdədir. Yəni, burada yerli hesab olur. O birisi dostumuz da genə gedir. Mən qonağım, çox uzaqdan gəlmişəm. Qonaqlıq haqqında icazə verirsiniz, 5 dəqiqə istifadə. Bunu deməsəm olmayacaq. Bu poetika mərhələsi dostlar. Burada bir dənə mühüm məsələ var, o da məhsusat məsələsi. Poetikada ədəbiyyat qonumları, yəni caygahları, kimlikləri, sərvətləri, qudrətləri, məkanları, zamanları bölür. Zamanları da eyni deyirlər, adilanə bölünmür. Mənə bir qonum verilir, sizə başqa qonum verilir və ədəbiyyat, Ərəstunun təsəvvür etdiyi ədəbiyyat bu iyerarxiya, bu silsilə məratibə kömək edir. Bunu yadımızda saxlayaq, tez keçin mən 3-cü mərhələyə. 3-cü mərhələ estetikadır. Jacques Rancière'ə görə estetika belə bir silsilə məratibin əleyhinə yaranır. Və Saidinin bu hekayəsi bu ədəbiyyat və incəsənətin 3-cü təsəvvürü barəsində. Bu 3-cü təsəvvür gərək heç olmasa bir 10 dəqiqə açılıydı, amma çünki bunu əgər biz açmasaq, Saidi başa düşülməyəcək. Mən bir paragraf, 2 paragrafda bu 3-cü alan barəsində deyim, keçim Saidiyə. Dostlar, bilirsiniz, siyasətin işi dedik ki, məhsusatı bölməkdir. Məhsusatdan ad çəkdim. Məhsusat desensibledir. Sensibil, yəni hiss olunan, duyulan olğu, duyulan fenomen. Siyasətin əsas işi budur. Bütün məhsusatı bölür, yəni məkanları, zamanları, kimlikləri, hoviyyətləri siyasət bölür. Mənə hoviyyət təhlil olur. Bu dostumuz çox gözəl məfhum irayə verdi, amma tamamilə farscanın söyləmi, farscanın diskursu əsasında verildi. Bu mənə təhmil olur. Yəni, mən türkcə danışanda, mən türkcənin təfəkkürü ilə, türkcənin qrammatikası ilə danışmalıyam. Amma nə mənim, nə dostlarımızın heç bir günahımız yoxdur. Bizə calaq, yəni dorəgə bir kimlik təhmil olur, bunu siyasət edir. Əlbəttə, siyasətdən məqsədim fəqət dövlət deyil. Bunu başa düşün. Yəni, bütün güc quruluşları, toplumun bütün damarlarında axan siyasət bu işi görür. Bunu incəsənət də bu işi görür. İncəsənət paralel yoldan, muvazi yoldan dəqiqən sensibili bizim aramızda bölür. Və Ərəstunun məna etdiyi, anlamlandırdığı incəsənət içindən bir silsilə məratib çıxır. Və Jacques Rancière'ə görə siyasi ədəbiyyat o deyil ki, siyasət şüarı versin və içində gəlsin, siyasətdən danışsın. Adorno deyir ki, sosialist realizmi incəsənəti, ədəbiyyatı siyasiləşdirdi, faşizm
siyasəti gözəlləşdirdi. Yəni burada iki qarşı düşərgə var. Ransier bunlardan yan keçir. Ransier gəlir deyir ki, ədəbiyyat və incəsənət məhsusatı paylamaqda o silsilə məratibi pozur. Burada gəlim Saidi. Saidinin bir başqa hekayəsini də mən tərcümə eləmişəm, o da çox gözəldir. Kədər yeli. Kədər yelində bir də cəmaat gəlib, telefon köşkünün qabağında içəri girib danışarlar. Kioski telefonda. Bunu da xanımların biri səsləndiribdir və sağ olsun. Orada içəridə danışan güc mərkəzində elə bil ki, qərar tapır. Qapını açıb içəri keçir, qapını bağlayır, telefonu götürür, orada sanki bir güc yaranır. Danışır, uğunur, keçir, əsəbləşir və dışarıdakılar da bu vəziyyət, bu silsilə məratibin içində dara düşürlər, ya girə düşürlər. Bəziləri sıradan çıxır, qaranlıqda itir. Hər kəs yeri dəyişilir silsilə məratibdə, davranışı da dəyişilir, rəftarı da dəyişilir. Köşkün çölündə bir davranışı var, içərisində bir davranış. Burada da mən bunu çox analiz etməyim, bu analizimi yazmışam, sonra verirəm, kitabda çap olar. İndi oxunan hekayədə baxsanız, müəllim öyrədir. Çox qəribə bir hekayədir və cadu realizm əsasında yazılır və qətlən Saidi bunu yazanda Markezin əsərlərini görməyibdir. Çünki Rıza Bərahəni də buna tanıqlıq edir, şəhadət verir. Burada müəllim bir nəfəri gətirirlər orada indi ya bu siyasi, yəni bunun bu səviyyə siyasəti ilə mənim işim yoxdur ki, burada aya bunu bir dövlətdir, bir diktatoradır, hər nədir, o adamları orada yollayır, onu ölməsə də, yarıcan olsa da öldürürlər, pambığa bağlayırlar, atırlar, çıxır, onunla işim yoxdur. Saidinin gözəl işi burada o rolların dəyişməsidir. Silsilə məratibin içində zülm olunan adamlar, birdən-birə bunlarda dəyişiklik baş verir. Yəni, Saidinin ədəbiyyatının qurtuluşçuluğu bundadır. Poetika deyil, estetikadır. Birdən-birə o işçilər, o fəhlələr müəllimin özü, müqəddəməsiz, girişsiz, ön sözsüz uzadırlar o daş masanın üzərinə və onun özünü öldürürlər. Yəni, Saidi burada siyasi mesajını burada verir. Burada incəsənət paralel yolla, siyasətə müvazi yolla bizə qurtuluş gətirir. Çox sağ olun, bağışlayın biraz. Çok sağ olun, teşekkür ederim.